Herkese salam, kanalımıza hoş gəlmişsiniz. İnşallah hər biriniz yaxşısınız. Siz tərəfdə hər şey yol yöndəmindədir. Çox şükür biz tərəfdə də yaxşılıqdır. Həyatdır, yıxıla qalxa, enişdə, yoxuşda yolla gedirik. Enişli yoxuşu olmasa bu həyatın yolları mənası olmaz. İnşallah hər şey ürəyimizcə olar. Bunu deyək, videomuza başlayaq. Məndən bacımı soruşursunuz. Bir çox xanımlarımız yazırlar, bəs görünmür, gedib bir Gürcüstanı. Getməyib xanımlar, buradadır. Mən o yorumlara da cavablayıram. Bəlkə də görürsünüz, bəlkə də görmüşsünüz. Buradadır, işləyir. İnşallah bu xadnoyu olanda çəkəcəm. Bol çəkəcəm, paylaşacağım sizlər üçün. Onun da sizlərə salamları var. Öpür sizləri, sizlərdən ötər darxır. Videolarımda yəni görə bilmirsiniz. Amma hər şey yolundadır. Çox şükür yolundadır. İndi hazırlaşdım. Bir balaca çöldə işim var. O işimi həll edəcəm. Ondan gələcəm. Abidə yemək pişirəcəm. Onu deyim ki, səhər saat 10'da. İşimizi gücümüzü gördük. Çox şükür hər şey yaxşı oldu. Mən də yol üstü gələndə biraz alış-veriş etdim. Belə döyülmüş ət çıxartmışdım. Dolma etmək fikrim var bugün mən abidə. Bu da açılıbdır, qəşəng açılıb, buzu. İndi gətirib tez-tez dolmamızı bişirərik. Belə xiyar aldım. Çox ləzzətli, qoxulu xiyardır xanımlar bu. Mən yayda hələ bunu kimi belə ləzzətli xiyar yeməmişdim. Bir dənə tomat aldım. Tomatım azalmışdı. Soğandır, nə bilim belə kələmdir, göyərtidir. Allah verəndən az ehtiyacım olandan aldım, gəldim. İndi gətirib su qoyacağım. Tez bazar abidə az qalıbdı. Kələmi isti suya salım çıxardım. Tez-tez mən də soğanı soyacağım. Ətə soğanı xırda-xırda doğrayıb belə vuracağım. Həmişə maşınqadan keçirirdim. Amma mən əti soğansız belə buzluğa atıram deyə indi lap xırda-xırda doğrayaram. Göyünü, göyərtisini, soğanını. Ondan sonra dolmamızı bişirərik. Bunlar qalsın. Hələ belə tez-tez həm yerləşdirim, həm suyumuzu qoyaq. Büküb yığdım. Mən belə asan vaxtı dolmanın üstünə tomat vurmağı da xoşlayıram. İndi bilmirəm, siz vurursunuz ya yox. Belə bu cür vuranda elə bir kinə bir dadı fərqli olur. Asmışam, qaynara düşür. İndi üstünə də belə boşqab çevirək. Biraz ət qaldı. Hamısını bükə bilmədim, yəni kələm yetmədi. Burada biraz ət var. Bunu da ki, düyü vurmuşam, görüm nə edərəm. Kiftə olar deyəsin, eləmi? Ya da su bir şey edərəm, ya da nə bilim gözünə yenə ət qatarım. Yenə dolma bişirərəm. Baxaram, nəsə edərəm bundan da. Buralarda belə bunu yuyacağım indi. Bunu götürərəm. 3 soğan soymuşdum, iri-iri. Yarısı qaldı, yarısını doğramadım. Bundan da ki, indi birazdan saçımı yayacağım, saçımı maska edəcəm. Saçımın diblərinə soğandı, sarımsaqdı, xəkdi belə qaynadıb yuyuram. Dostlar, bu il qoz tərəfdən bacınız çox arxayındır, maşallah. Bu qozun yarısını, baxın, bu hissəyə qədər bacım yığıbdı, bu üstünü mən yığdım. Bunu da yenə mən yığmışam. Səhv etmirəmsə, hansısa vlogumda qeyd etmişdim. Məhəllədə qoz ağacları bizim çoxdur. O qoz ağaclarından birini kəsdilər. Belə qozları var idi, qəşəng. Qoz sahibi də bacımı gördü, dedi ki, istəyirsinizsə də yığın. O da eləmədi, tənbəllik yığdı. Nəysə, mən də bunu yığmışam. Demirəm, bunun üstünü yığmışam. Avaşnoydan gəlirdim. Qoz sahibi elədiyimdə darvazaların çöl tərəfinə əkirlər. Burada yollarda çoxdur qoz ağacları. Mənə dedi ki, biz yığmırıq. İstəsəniz yığarsınız. Mən də ki, ev sahibi icazə verəndən sonra dedim, niyə yığmayım ki? Hər kəs yığır. Bir mən deyiləm yığan. Məhəllədə kim istəyirsə də, qoz istifadə edirsə də, gəlib yığırlar. Yığırlar, gedirlər. Hələ çoxdur ağacda. İndən sonra nə qədər yığa bilərik, nə qədər yığa bilməyərik, bilmirəm. Amma yönümüz düşəndə, gözümüz görəndə üstündən keçmirik, götürürük. Az da olsa götürürük. Sahibi icazə verəndən sonra niyə götürməyək ki? Belə bəzilərinin qabıqları var. Bunu mən açıb təmizləyəsiyəm. Amma içi çox qəşəngdir, dolu-doludur, təmizdir.
İndən sonra bacınız həm şir niyyətinə, həm yeməyini hazırlayacaq. Allah qoysa. Belə bunu da gətirdim, istədim ki, yerləşdirəm. Daha buraları təmizləyərəm, yeməyimizi yeyək ondan sonra. Yeməyimiz hazır oldu. Biz nüş etdik. Qaz peçin üstü çox pis günə düşdü. İndi birazdan qəşəng yuyub təmizləyərəm. Çay qoydum. Bir stəkan çay içib ortalığı səliqə səhmana salacağım. Orada da kirləndirdiyimiz qablar hələ durur. Yumamışam. Yemək də ki, bu qədər qaldı. Dolmamız çox qəşəng, dadlı, tamlı, həqiqətən də ləzzətli dolma alındı. Bu qədər qalıbdı. İndi yanına nəsə də edərəm. Salat da edərəm. Axşam yeməyimiz olar. Bunu da gətirib çayımı içəndən sonra qəşəng domestikasla yuyarım. Təmizləyərəm. Olar gül kimik. Amma hələ birinci sırada çayımızdır. Çayımız qaynasın. Ondan sonra edərik. Qonşunun həyat bacasını görəndə lap həvəsdən ölürəm, inanın ki. Az qalıram, əlimə süpürgə alam, gedəm onun həyat bacasını təmizləyəm. Baxın, baxın, nə gündə dayallah. Mənim biraz çöl bayır, yarpaq zad düşüb edəndə o qədər özümü pis hiss edirəm ki, hər yer çirkləndi, kirləndi. Amma bu görüntüləri gördükcə, bu cür insanlar da var imiş mi deyib dururam. O it var, bax görürsünüz, bu it məni gecə səhərətən qoymur yatmağa. Hüryə-hüryə durur, 2 dənə də körpəsi var yanında. Görünür, deyəsən, sarı rəng. Bu dəmir, baxın, buraya qədər olsaydı, bu qonşuyuq da, indi biz bu görüntüləri görməyərdik. Kaş ki, bu qaz durbasına qədər hündür edeydilər. Onda lap yaxşı, əla olardı. Qızlar, mənim bu orxideyamda artıq qönçə çıxartmağa başladı. Bilmirəm, görürsünüz, buradan bir dənə çart əmələ gəlibdi. Baxın, buradan gəlir bir dənə qönçəsi. Amma bunun hələ durur. Bunu da bura qoydum. İşıq çoxalsın, qəşəng olsun. Həmişə qışda işıqlar biraz azalır. Gün olmur da düzgün əməlli, ona görə. Pəncərəmiz də pis gündədir, onu da yuyub təmizləyərik. Bu orxideyalarımızdakı hər gündən günə maşallah coşurlar. Burada qönçəsi artıq böyüyübdür. Gün sayın hər gün qönçələrinə baxıram. Mən bilmirəm, orxideyaları ne bilib bu qədər çox sevirəm. Nə qədər orxideya xarab etdim bilirsinizmi? Örgənənə qədər baxımını. Baxın, burada da böyüyübdür. Artıq belə çəksəm, baxın, görünür qönçəsi. Maşallah, böyüyüblər. Buralar da belə. Çayımız qaynadı. Çayımızı içək. Təmizliyimizi edək. Biraz söhbət edək. Yorumlar oxuyurdum. Bir çox izləyicilərdən gələn yorumlar oxuyurdum. Çox sevinirdim. Bir xanımın, hələ tez tökürəm deyə, baxın necə də tökülür. Bir xanımın yorumunu oxuyurdum. O yorum məni həqiqətən çox kövrəltdi. Qürbətdə yaşayan bir xanım yazıbdı ki, həmişə qürbətdə yaşayan hər kəsin gözü dolu olur, kövrək olur. Öz doğma vətəninə yadına salanda, qohumunu, qərəbəsini yadına salanda kövrək olur. O yorumun altına dair bir izləyici yazıbdı ki, həqiqətən də sənin yorumunu oxuyub mən də kövrəldim. Mən şəxsən oxuya-oxuya kövrəldim. Çünki mənim böyüklərim, qardaşım, hamısı kənddədir. Elə də yoldaşımın qardaşları, anası, hamısı kənddədir. Çətindir valla qürbətdə yaşamaq. Bunu sadəcə qürbətdə yaşayanlar biri-birinin halını çox yaxşı başa düşürlər. Heç kim istəyərək çıxmır, düzlərə düşmür, gedib qürbətdə yaşamır. Hər kəsin də bir arzusu var, bir istəyi var. Onun arxasıca düşməkdən ötəri düzlərə düşübdür. Bəlkə qıraqdan baxanlara çox hasad gəlir, amma inanın ki, hasad deyil belə düzlərə düşmək. Şəxsən mənim yoldaşımın əlinin bərəkəti buradadır. Burada qazanıb yığdığımız pulu Gürcüstanda, öz rayonumuzda qazanıb yığa bilmirdi. Bizim heç bir şeyimiz yox idi, dostlar. Bizim nə evdir, nə torpaqdır, heç nəyimiz yox idi. Gəldik, əl-ələ verdik, 1 il, 2 ay işlədik kəndin
həm atamgilə, həm anamgilə yaxın olan yerindən, çox aralı da yox, kəndin içindən torpağı aldıq. Pulumuzu göndərdik, orada torpağı aldılar bizim üçün, aformut elədilər. Ondan sonra yenə işlədik, 2 ilə yaxın işlədik, pul yığdıq, indi kəndə getdik ki, böyüklərimizi də ziyarət edək. Əlimizdə pulumuzu ev materialına keçirmiş olduq. İndi bizim hal-hazırda həm torpağımız var, həm bir ev tikəsi materialımız var. Bu saat getsəm, ürəyim istədiyi kimi ən gözəl şəraitdə olan bir ev tikməyə imkanım var. Yəni o material, hər şey hazırdır. Alınıb, qoyulub, hamısı durur. Sadəcə olaraq yoldaşım sonra fikrini dəyişdirdi. Biz aşıbqa etdik ki, nə? Yəni aşıbqa da etmədik. Orada da lazımdır. Əsas ki, orada da bir şey yaratmalıyıq. Orada da evimiz olmalıdır. Nə zaman öz vətənimizə ziyarətə getsək, böyüklərimizin ziyarət etsək, öz evimiz olmalıdır. Öz evimizdə qalmalıyıq. İndi biz 2-3 günlük, bir həftəlik getmirik ki, gedəndə 2 ayla, 3 ayla orada qalıb gəlirik. Nəysə, əsas orada da olmalıdır. Buradan sonra fikrimizi dəyişdirdik ki, nə? Buradan bizim əlimizin bərəkəti varsa da oradan yaradaq, tikək, yenə orada yaşayası olmuruq biz. Daha burada yaşayırıqsa da, uşaqlar da burada böyüyürsə də, daha buradan yaradaq, buradan ev alaq, ev yaradaq. Bu fikrə qonduq. İndi ona görə bizim ev almaq məsələmiz biraz belə gecikdi. İnşallah gec olsun, amma ən gözəl olsun. Allahdan bunu istəyirəm həmişə. Mənim səbrim var, genişdir səbrim. Heç kəsin paxıllığını çəkmirəm. Heç kəsin qayırıb qoyduğunda gözüm yoxdur. Mənim səbrim həqiqətən çox genişdir. Hər kəsə xeyirlisini arzulayıram. Gec olsa da ən gözəl olsun deyirəm. Hər kəsin arzusunda olanlara. Ona görə bizim ev almaq fikrimiz biraz gecikdi. Amma şükür Allaha, indən sonra yavaş-yavaş yaradacağıq. Özümüz də baxırıq, edirik. Uşaqlar burada böyüyür, xanımlar. Mən buradan getsəm, uşaqlar nə qədər geri düşür. Gərək oradan gelib yaratsam, evimi, işimi tiksəm, orada yaşayası olaram. Yəni tikib mən orada boşdan-boşa niyə qoyum ki? Orada yaşasam, gərək ki, uşaqları çıxardam, oranın məktəbinə qoyam, Gürcü məktəbinə, birinci gərək dil öyrənə, ondan sonra 1-ci sinifə gedə, 5-ci sinif uşağını mən çıxardım, indi aparım 1-ci sinifə təzəmə qoyum. Bu nə qədər uşağının psixologiyasını pozur. Bir valideyn olaraq məsuliyyət daşıdığımız üçün uşaqların gələcəyinə də fikirləşdik. Kira da olsa dedik, özümüzü saxlaya bilirik, kiminsə əlinə baxar dedik, ehtiyacımızı özümüzə ən gözəli şəkildə qazana bilirik. Ona görə görürəm ki, uşaqların da həvəsi var. Əsas da böyüyün, alin, oxumağa həvəsi var. Biz də valideyn olaraq arxasında durmalıyıq, məsuliyyət götürməliyik. Daha indi işləyirik, gəh işləyirəm mən, gəh işləmirəm. İndi yoldaşım mənə heç vaxt deməyibdi, yenə deyirəm ki, işləyə. Nə də ki, işləmə sözünü deməyibdi. Mən buraya gələndən işləmişəm. O mənə hər dəfə bizim təhsilimiz olmasa da yol yöndəm göstərib ki, bir qadın öz ayağının üstündə durmalıdır. Yəni, bu fürsatı biz qadınlara verməliyik. Nəysə, işləmişəm, indi hələlik evdəyəm. Demirəm, işlədiyim işlərdə onu istəyirəm ki, belə çağırılma işləri olur. 1-2 günlük, 3 günlük, 5-10 günlük. Əgər qarşımıza yenə bir toçka çıxsa, ürəyimiz istəyən kimi, bərəkəti içində olan bir toçka çıxsa, arenda olaraq götürüb onu işlətmək istəyərəm. Niyə istəməyim ki, nə? Çünki mənim də fikirlərimdə çox gözəl planlarım var, istədiklərim var. Hər şeyi yaratmaqdan ötəri Allah həmişə deyibdir ki, məndən bərəkət olsun, sizdən də hərəkət olsun. Mən oturduğum, durduğum yerdə durum elə deyim ki, ay Allah, sən yarat. O da olmur, valla. Gərək ki, biz də çalışaq, hərəkət edək ki, qurban olduğum Allah da deyək ki, həm məndən istəyir, həm də özü əziyyət çəkib çalışır. Biraz əziyyətinin üstünə bərəkət qatım, daha da çox qazansın. Baxın, belədir. Nəysə, qürbətdə həqiqətən yaşamaq çox çətindir, çətin olsa da, gələcəyimiz, körpələrimizin gələcəyini düşünürük, bir valideyn olaraq məsuliyyət alırıq, ona görə burada yaşayırıq.
Belə bacı, mən səni yaxşı başa düşürəm. Bütün qürbətdə yaşayanları yaxşı başa düşürəm. İnan qız, sənin yorumunu oxuyub məni də kövrəltdin. Bütün uşaqlığım, gəncliyim, böyüdüyüm yerlər, gəzib dolaşdığım yerlər hər biri gözümün qabağından gəldi, getdi. O günlər həqiqətən çox dəyərli günlər idi. Nəysə, inşallah ən xeyirlisi olar hər birimiz üçün, bütün izləyicilər üçün. İnşallah hər birimiz üçün xeyirlisi olar. Çayımı içim, bacınızın qaz peçisi çirklidir, onu təmizləyim, kirli qablarım var bir-iki dənə, onu yuyum, yığışdırım, səliqə səhmana salaq, qonşunun həyatına dedikodu edirdik, Allah günahı yazmasın. Dedikodu da yox, valla, çox pinti gündədir, dayıncığız da nəymiş. Mən şəxsən rahatam iş görməyə, o qədər də titiz deyiləm. Bayaq dediyim kimi bir-iki yarpaq düşəndə yox. O qədər də titiz deyiləm, rahatam iş görməyə, pinti saxlamıram, təmiz saxlayıram, amma lap titiz də deyiləm də, indi hər şeyin təmiz olmağını istəyərəm. Amma bu hədsiz pintilikdə gözlərinin ağına zırt-zıbil yağır. Çox rahatdılar, çox rahatdılar. Mən də onları gördükcə bütün enerjim ölür. Nəysə, qonşuyla ayaq axtarmamı nə deyirlər, ayaqlaşmamı deyirlər, nədir? Onun özünün təmizliyi özünə, bizimki də özümüzə. Çayımızı içək, günümüzün davamına baxaq. Təmizlədim, hər yeri yığdım, yığışdırdım, kirli qablarımızı yudum, qaz peçin üstünü də təmizlədim. Burada yenə çay süzmüşəm, bayaq ki süzdüyüm çayı içə bilmədim, sizdən söhbət etdim. 5 dəqiqə, 6 dəqiqəyətən söhbət etdim, çayım soğudu. Soyandan sonra təzələmədim. Dedim, qabımı, qacağımı yuyum, təmizləyim, ondan sonra süzərəm. İtlər bu arada imkan vermir, Allaha and olsun. Görürsünüz, səsi gəlir. Buraya duz tökdüm. Mən bunu ayda bir dəfə edirəm, xanımlar. Bu moykanın turbasının içi təmizlənməkdən ötəri. Belə bu cür duz tökürəm. İndi su qoyacağım. Suyu qaynar edirəm. Ondan sonra da tökürəm. Təmiz edir. Nə qoxu olur, nə kirlilik olur. Sadəcə olaraq, bunu da nə qədər doldurmuşam. Sadəcə olaraq tərtəmiz olur turbasının içi. Bir buraya tökdüm, bir də hamam otağına, duşun belə deşik olan yerinə tökdüm. Əl üzü yuyulana tökdüm ki, təmizlənsin, hamısı birdən təmizlənsin. Buralar belədir. İndi qablarımı silib yerinə yerləşdirəcəm. Su ısınan atanda mən bu süzdüyüm çayımı içim, artıq soğutmayım. Bayaqki çayımı içmədim. İndi qıraqdan baxan olanda elə bilir ki, nə çox çay içirəm. Yox, valla, bugün bir səhər içdiyimdən başqa ikinci bardağımdır. Çay içirəm. Kofe nə edim? Mən kofe adamı deyiləm. Çox nadir hallarda içən adamam kofeni. Belə bacılar, buralar oldu tərtəmiz. Bütün turbaları təmizlədim. Mən buraya duz tökmüşdüm. Duzu qarışdırmayan xanımlar. Duz moykanın turbalarını təmizləyən duzdan istifadə etmişəm. Buralar belə hələ qablarımı yerləşdirmədim. Silib indi yerləşdirəcəm. Hər yer paryatqadadır. Təmizdir. İndi sizlərlə sağollaşmaq istəyirəm. Bu videomu burada sonlandırmaq istəyirəm. Ümid edirəm məni sonuna qədər izləmişsinizsə də, izləyən gözləriniz var olsun. Videomuzu bəyəndinizsə də bəyəni atıb, like, yorum yazmayı unutmayın. Hər biriniz mənim ürəyimsiniz. Hepinizi türklər demişkən çox seviyorum.